Linzalar biraz düşünmək, yadda saxlamaq çətin olduğuna görə istəyirəm ki, dərsdən əlavə, ümumiyyətlə mövzu izahından əlavə deməli linzalar haqqında ümumiyyətlə belə bir görsələ baxaq. Əvvəlcə bunu yığışda hesablamalara ehtiyacımız yoxdur. Sadəcə olaraq linzalar necə alındığına baxmaq lazımdır. Sonra bax bu S-yə biz deyək 2F. F zaten F'imizdir. Yenə də burada bu tərəfdə də sağda da F'imiz var və S'imiz var. Sonra nəyə baxırıq? Əvvəlcə cismi, yəni insanı görürsünüz, uzaqda yerləşdirmişəm. Sonra indi nə etməliyəm? Buradan şüa göndərməliyəm linzada xəyalın alınması üçün. Birinci şuanı göndərdim. Paralel gələn şua, fikir verin, hardan keçdi? F'dən keçdi. İndi ikinci şuanı göndərək. İkinci şua F'dən gələn nə edəcək? Paralel gedəcək. Sonra bunların kəsişməsi harada oldu? Bax bu hissədə. Artıq bizim nəyimiz alındı? Xəyalımız alındı. Gəlin xəyala baxaq necə alındı? Bax bu şəkildə. Əgər mən cismi linzaya yaxınlaşdırsam, görürsünüz uşaqlar. Bax cisim linzaya yaxınlaşdıqca onun xəyalı nə edir? Toplayıcı linzadan danışıqsa tərsinə xəyal alınır da, bunu demişik. Cisim linzaya yaxınlaşdıqca onun xəyalı yavaş-yavaş böyüyür. Əvvəlcə birinci şualarla bağlı qutaraq, sonra davamını keçəcək. Sonra gəlin bir dənə F'dən gələni bağlayım. Bax bu şuanı göndərim. O mərkəzdən keçin. Görürsünüz, yenə də şualar kəsişdi. Yəni bu iki şuanla da qura bilərsiniz ya da bax bunu da göndərsək yenə də üçünün kəsişdiyi yer nə oldu? Bizim xəyalımız oldu. Yəni demək istədiyim nədir? Önəmli deyil ki, 3 şuanın üçünü də göndərəsən. 2 dənə şua göndərsən kifayətdir. Biz adətən bax bu paralel gələn F'dən keçir və düz mərkəzdən keçən şualara baxırıq. Ən çox, yəni bundan istifadə edirik. İndi isə gələk görək xəyalımız necə olur. Yaxınlaşdıqca xəyal get-gedə uzaqlaşır linzadan və böyüyür. Uşaqlar 2F'ə gəldim. Bax, S demişdim 2F'dir. Baxın elə. Necə oldu? Eyni boyda oldu xəyallarımız. Görürsünüz? İndi F ilə 2F'in arasına getdikdə necə olur? Xəyal daha da böyümüş olur. Biz demişdik, sonsuzluqda olanda F'də nöqtə şəklində alınırdı. İndi bunu göstərə bilmirəm. Sonsuzluğa apara bilmirəm sadəcə olaraq. Biraz bunu balacılaşdırım ki, birazdan yaxına gələndə daha yaxşı görünsün. Yaxşı, uşaqlar, indi bu nədir? Bu 2F'dən böyük olan hissədə olan xəyalımızdır. İndi gəldik 2F'ə qoyduq, özü boyda alındı. F ilə 2F'in arasına qoyulanda nə oldu? Xəyalımız daha da böyümüş oldu. Yaxşı, gətirdim. Xəyal nə edir? Daha da böyüyür. Yaxşı, F'in üstünə qoyanda xəyal hardadır? Görmürük. Hardadır? Niyə görmürük? Çünki biz demişik ki, burada xəyalın uzantısı kəsişir, yuxarı hissələrdə bir yerdə kəsişəcək. Yaxşı, F'dən kiçik olsa, artıq baxın elə uşaqlar. Xəyal nə edir? Bu 6-cı halımızdır, bu lupadır. Görürsünüz, xəyal cismin arxasında düzünə və böyüdülmüş şəkildə alındı. Bax, bir də qaytardım yerinə. Əgər mən bunu daha da kiçiltsəm, görüm belə necə görünəcək, rahat görünür. Ay, sol bax. Gəldi F'ə qədər, F'dən sonra isə nə edir? Öz yanında alındı. Bax bu şəkildə. Lap bunu biraz balacılaşdıraq, daha yaxşı görək. Yenə baxaq, bu öz yerində qalsın. Gəl cismi aparaq uzağa. Görürsünüz nə qədər kiçikdir. Gəlir, biraz böyüyür. 2F dolanda özü boyda olur. Artıq indi daha da böyüdülmüş xəyal alınıb. F'də olanda yuxarıda bir nöqtələrdə onun kəsişməsi alınır. F'dən kiçik olduqca isə xəyal öz istiqamətində alındı. Uşaqlar, bir də səpəci linzaya bir nümunəyə baxaq. Səpəci linzamızdır bu. Burada şuamız necə gəlir? Bax, şua gəldi, dəydi, səpildi. Uzantısı fokusdan keçdi. İkinci şuanı da göndərək. Bax, bu şəkildə. Onda bunların kəsişdiyi nöqtə və yaxud da digər şuanı da göndərə bilərəm. Görürsünüz? Uşaqlar, deməli, bunların kəsişdiyi nöqtə bizim nəyimizdir?
xəyalımızdır. Biz demişdik ki, bu linzada xəyal həmişə kiçildilmiş alınır. Görürsüz, bax. Bu da bunun sübutu. Görürsüz, nə qədər yaxına gətirirəmsə gətirim, yenə də özündən kiçikdir. Görürsüz, arxada daha kiçikdir. Bax. Həmişə düzünə alınır. Möfümü də ona görə ki, uzandı kəsişir. Həmişə kiçildilmiş alındığını gözümüzlə gördük. Həmişə də düzünə alındı. Bu qədər.